Salam müəllimlər, fiziki tərbiyə müəllimlərinin işə qəbul və sertifikasiya imtahana düşən MİQ və sertifikasiya tipli suallardan bir neçəsinə baxaq. 14-cü testə baxaq. 14-də hərəki bacarıq nədir? Ümumiyyətlə, fiziki anlayışlar mövzusundan motor sıxlığıdır, gemostozdur, hərəki bacarıq, hərəki vərdişlər, hərəki fəaliyyət imtahana bunlardan düşür. Hərəki bacarıq nədir? A bəndində baxırıq. İdman növləri haqqında nəzəri biliklər, xeyr. A bəndin çıxırıq. Yalnız məşq alətlərindən istifadə bacarığı. Ümumiyyətlə, testlərdə yalnız sözü gördüksə, 99% o testi götürmürsünüz. D bəndi yarışlarda qalib gəlmə bacarığı, xeyr. İdman tarixini bilmək, xeyr. Hərəki bacarıq nədir? Hərəki bacarıq D bəndini götürür. Hərəkəti düzgün və dəqiq yerinə yetirmək qabiliyyətidir. Baxırıq digər testə. 15. Fiziki tərbiyənin məzmun xəttləri əsasən nəyi təmin edir? Baxaq. Şagirdlərin yalnız nəzəri bilik qazanmasını, xeyr. Bəli, biz bilirik ki, 4 məzmun xəttimiz var. İnformasiya təminat və nəzəri biliklər, hərəki bacarıq və vərdişlər, hərəki qabiliyyətlər və mənəvi iradi xüsusiyyətlərin formalaşması. Təkcə nəzəri biliklərin qazanması deyil, A bəndini çıxırıq. B bəndi. Fiziki, mənəvi və sosial inkişafını, bəli, bu düzdür. Həm fiziki, həm mənəvi, həm sosial şagirdlər yarışlara qoşulurlar, əməkdaşlıq edirlər, dərslərdə əməkdaşlıq edirlər. Eyni zamanda həm fiziki bacarıq, fiziki qabiliyyətlər, fiziki inkişaf, funksional, yəni ümumiyyətlə hər, belə deyək də, fiziki tərbiyə məqsədi nədir? Şagirdlərdə sağlam, mənəvi ruhda və dövlətə təbii bir şəxsiyyət kimi yetişdirib cəmiyyətə adaptasiya etmək və burada cavab B bəndini götürürük. Fiziki, mənəvi və sosial inkişaf daha çox uyğun gəlir. C bəndinə baxaq. Yalnız idman yarışlarında iştiraki, xeyr. Peşə seçimini və texnoloji bacarıqları, bu variantları da çıxırıq. Baxaq 16-cı testə. Əsas duruşdan qıçı irəli yellədərək qıçın altında əl çalmaq hansı hərəki qabiliyyəti inkişaf etdirir? Burada deməli 16-da cavab bədənin əyilmə qabiliyyəti olacaq. Əsas duruşdan qıçı irəli yellədərək qıçın altında əl çalmaq bədənin əyilmə qabiliyyətidir. Burada bir görürsünüz ki, qıçı yellədir və qıçın altında əl çalmaq. Bu biraz belə deyək də qarışıq görünsə də, amma burada dairəvi hərəkət var. Cavab B bəndidir. Baxırıq 17-yə. Orqanizmin dəyişən şəraitə müvafiq sərbəst olan hərəkətlərin faydalı əlaqələndirilməsi, birləşməsi, uyğunlaşdırılması, idarə edilməsi, tam hərəkət fəaliyyətinin formalaşması qabiliyyətidir, müəllimlər. Bu, təbii ki, koordinasiya olacaq. Biz bilirik ki, koordinasiyanın 3 səviyyəsi var. Sinir, hərəki, əzələ. Eyni zamanda 2 növü var, ümumi və xüsusi. Hər ikisinə aid olanları, hər üçünə aid olanları əzbər öyrənməlisiniz. Belə yadda saxlayın ki, hərəkətin əlaqələndirilməsi, birləşməsi, uyğunlaşması, idarə edilməsi gördünüzsə, bilin hansıdır? Koordinasiyadır. Baxırıq növbəti suala. 18. Koordinasiyanın ümumi növünə daxildir. Bəli, biz bildik ki, koordinasiyanın dedik 2 növü var. Ümumi və xüsusi. Baxın variantlara müəllimlər. Bu sualı mən sosial şəbəkələrdə də paylaşmışam. Demək olar ki, çox müəllim səhv edib. Cəmləşdirmə qabiliyyəti xüsusi koordinasiyaya aiddir. Uzlaşdırma da xüsusi növünə aiddir. Müvazinət hərəkətləri zaten, yəni müvazinət hərəkətləri çevikliyi inkişaf etdirir. Sinir koordinasiyası da koordinasiyanın deməli səviyyəsidir. D də olmaz, Y də olmaz. Müdafiə və hücum fəaliyyəti. Bu müdafiə və hücum fəaliyyəti gördüksə, koordinasiyanın ümumi növünə aiddir. Biz bilirik ki, çevikli idman oyunları hansı qabiliyyəti inkişaf etdirir? Çevikli qabiliyyəti, düzdürmü? Və çevikli qabiliyyətini inkişaf etdirirsə, burada hücumlar, texnikalar, müdafiə, ümumiyyətlə idman oyunlarının texniki, taktiki fəaliyyətləri bu qabiliyyətdə olduqca zəngindir və hansı qabiliyyəti inkişaf etdirir? Təbii ki, yenə qeyd edirəm, çevikli qabiliyyəti. Baxaq 19-cu testə. 19. Basketbol oyununda bu saniyə ərzində mütləq səbətə top atılmalıdır. Əks halda top rəqib komandaya veriləcək. Müəllimlər, deməli burada söhbət nədən gedir?
hücumdan gedir. Müəllimlər 8 saniyəni 24 saniyəyə qarışdırırlar. 8 saniyə vaxtı nəyə görə verilir? Hücum üçün rəqib komandanın deməli meydançasını keçmək üçün 8 saniyə verilir. Amma sırf verilir 24 saniyə hücum üçün. Bunu qarışdırmayın. Cavab burada Y bəndidir. 3 saniyanı bilirsiniz yəqin. 3 saniyə deməli rəqibin meydançasında 3 saniyədən çox qalmaq olmaz. Topu əlində 3 saniyədən çox saxlamaq olmaz. 5 saniyə cərimə zərbələrini yerinə yetirərkən, topu yan xəttin oyuna daxil edərkən 5 saniyə ərzində icra etmək lazımdır. 12 saniyə nədir? 12 saniyə 3-cü basketbolda hücum üçün verilən vaxtdır. 20. Uzanaraq dayaq vəziyyətində qolların bükülüb açılması qüvvə qabiliyyətini inkişaf etdirir. Bəs uzanaraq dayaq vəziyyətində 180 dərəcə dairəvi əllərlə hərəkət hansı qabiliyyəti inkişaf etdirir? Bu Artenin suallarındandır müəllimlər. Baxın, burada biraz çaşdırıcı məqam var. Deyir, qüvvə qabiliyyətini inkişaf etdirir. Bəs uzanaraq dayaq vəziyyətində 180 dərəcə dairəvi əllərlə hərəkət hansı qabiliyyəti? Burada yenə də müəllimlər cavab elə A bəndidir. Əyəcənli qabiliyyəti götürmürük, çünki dayaq vəziyyətidir. Dayaq sözü gördüyünüzdə bir qüvvə qabiliyyətidir. Və cavab burada olur A bəndi.